Yani bu mama oğlunun məndən 3 yaş böyüdür də. Mən bir dəfə eşitmədim ki, bu oğlunun üçün pislisin. Pis deyir axı, mən yalandan necə qorxuram Allah. Az yaxşı az, oğlun qədər əsəbi, oğlun qədər aqressiv. O əsəbi deyir, onun dilini taxmaq lazımdır ona görə. Zaten oğlum qədər ana istəyən həyatda yoxdur. Başa düşdün? Nə güzel, yəni istəməlidir də oğlusan. Oğlun Sən də istəyərdin də onu verilən içinə. Oğlum elə məni, anam mənə elə istəsəydi, mən də anam elə istəyərdim. Ama senden görürüm. Hər şey iki tərəflidir. Yaxşı işləmə. Yelim yazıb bizim ev. Nə yazır? Bizim ev, eyni söhbət. 5 dəqiqə içində dava düşdü. Nə? Deyir 5 dəqiqə içində dava düşdü. Roza İldüzü bilsən necədir? Uşaqlarını da elədir. İstəyini bildirə bilmir. Yoxdur onda, soyuqdur, soyuq. Sən oğluna bildirir. Mənəm soyuq. Sən soyuq. Amma cəmaata can. Sveta. İnsanlara... Ay vay, bu arvad mənlə heç yola getmir də. Qız bürcü. Mənim adamım deyil. Bax, bunu biləsiz. O da Ləvanla necə danışırsa, o da qızdır. Yəni, belə deyək də, salam, sağ ol, necəsən var, mənim anam qız bürcüdür. Çox çetin xəsiyyəti var. Çünki qız bürcü dürüst olur. Mən dürüstlükdən danışmam demədim, dürüst olmur. Dedim, çetin bürcüdür. Hər adamla yola getmirlər. Mən bir xərçəng bürcü olaraq, mən hamı ilə yola gedə bilərəm. Bürcülərə inanırsan, Allah Yox. inanırsan, Yola gedə bilərəm. Amma hamı ilə danışıb gülüb eləyərəm. Amma gör nə zamaniyə gəlmişik ki, bürcü ilə söhbət edirik. bürcü xarakterinin bir hissəsini göstərir. Bürcü. Şeylər qullarımız.